Hər vaxtınız xeyir. Bugün mən pizza hazırlayıram yenə də. Bunun üçün 5 stəkan su stəkanı istifadə edirəm. Un götürürəm, ələkdən keçirdirəm. Ortasında yuva açıram. Ora 1 xörək qaşığı instant maya, 1 xörək qaşığı şəkər tozu, 1 dolu çay qaşığı duz, 4 xörək qaşığı duru yağ və stəkan yarım ilıq su gedir. Mən burada aram-aram su istifadə edirəm. Su çox və ya az gedə bilər. Ona görə də nəzarət edirik. Ələ yapışmayan yumşaq xəmir yoğururuq, qoyuruq dincəlməyə və sosunu hazırlayırıq. Ketçup və mayonezdən istifadə edirəm. Üzərinə oregano, yəni kekik istifadə edirəm və təbii ki duz. Məndə ketçup acılı olduğuna görə acı pul biber istifadə etmədim, amma siz istifadə edə bilərsiniz əgər şirindirsə ketçup. Xəmiri 4 hissəyə böldüm. Bu xəmirdən diametri 29-30 sm olan pizza qabında 4 ədəd pizza alınır. Əgər qabınız böyükdürsə 2 ədəd də 2 yerə də bölə bilərsiniz. Bir də mən çox nazik edəcəm. Uşaqlar nazik sevir. Bunu da nəzərə alsanız gözəl olar. Belə gördüyünüz kimi pizza xəmirimi açıram və qabına yerləşdirirəm. Mən burada pizza xəmirimin kənarlarını da dəyərləndirmək istəyirəm. Ona görə də ora Holland pendiri əlavə edib bükürəm, dürmək kimi. Bişən zaman, yəni özündən çox kənarı sevilə-sevilə yeyilir və hazırladığım sosu yayıram pizzanın üzərinə, xəmirin üzərinə. Altdan bir qədər Holland pendiri əlavə edirəm. Sonra çeri pomidorlar, zeytun, sucuk və qarğıdalı dənələri və üzərinə də yenə də bol-bol Holland pendiri əlavə edirəm. 180 dərəcədə sobada bişirirəm. İkinci versiyanı isə belə göstərmək istəyirəm. Holland pendirlərini bütöv bir şəkildə kənarlara düzdüm. Sosluyuram yenə də və Holland pendirini ancaq altdan düzdüm. Ancaq altdan əlavə elədim. Üzərinə isə demək digər ingrediyentlər və görüntü bu birinci pizzamız. Üzəri bol Holland pendirli olan. Göstərmək istəyirəm. İncəliyi ultra incə və çox ləzzətli. Xəmiri də çox gözəldir. Mütləq hazırlayın. Bəli, artıq pendirlər orada əriyib kənarlarda. Çox gözəl bir belə deyim pidə formatına gəlib. Pidə olaraq çox gözəl kaşarlı pidə olub. Bu da digər ən altdan Holland pendirini düzdüyüm olan pizzadır. Görüntüsünü göstərmək istəyirəm sizə. Necə sevirsiniz, elə hazırlaya bilərsiniz. Belə videomu like edərək yaddaş atmaq unutmayın.